7 yuan. Yuan. Yuan ölsün. Çox önəmli bir şeydir bu. Deyirlər çıx get bu ölkədən. Yəni çox belə ani reaksiya verirlər hər şeyə. Öyle qışqırıqsa. Bura çox yəsxana olubdu. Bura mən nəzarət eləyəcəm. Deyirəm biz Çinə vizasıq qadam. Can ölərəm elə can. Can ölərəm elə. Mən qardaş 2000 yuanı sən nələr eləyərəm? Haqqı verərəm özümə. Desinlər mən müasir elə. Deyirəm də çoğu 800 neçə olmaz. Ondan hündür olacaq. Fakt deyim. Dünyanın ən böyük observation deski. Nə observation desk? Salamlar, bir də salamlar. Bu saat sana qatardan düşdük. Hardayıq? Bugün Çində Şanxaya gəlmişəm mən. Bugün Çində Şanxaya gəlmişəm mən. Bugün Çində Şanxaya gəlmişəm mən. Bugün Çində Şanxaya gəlmişəm. Bugün dedə nə oldu? Bugün Çində Şanxaya gəlmişəm mən. Həyatımı maraqlı qurmuş idim. Səyahətimi də başa vurmuş idim. Vietnamda sakit oturmuş idim. Qışqırıbdılar, haya gəlmişəm mən. Bugün Çində Şanxaya gəlmişəm mən. Bugün Çində Şanxaya gəlmişəm. Dedə nə oldu? Nə yaşım var? Yaşa dolmamışam ki. Hələ cavanam, çox da solmamışam ki. Çində heç vaxt qışda olmamışam ki. Anca çatdırıb yaya gəlmişəm mən. Bugün Çində Şanxaya gəlmişəm mən. Bugün Çində Şanxaya gəlmişəm mən. Çox sağ olun, mənə etdiniz diqqəti. Mən də dərk edirəm bu məsuliyyəti. Nəysə, yaxşı uzatmayayım söhbəti. Deməyim odur ki, gəlmişəm mən. Bugün Çində Şanxaya gəlmişəm mən. Nəysə, Şanxaya başlayırıq. Şanxaya xoş gəldiniz. İndi sən maddə görüm, sən məndən nə qədər alacaqsan. İndi biz buradan neçə minəcəyik buradan? Buradan yəqin ki, avtobus da gedir. Metro deyil, mən metro ilə gedəcəm. Metro gedir 9, line 9. Yəqin ki, bu Şanxayın mərkəzinə gedir bu metro. Birinci hələ buradan çıxaq biz, sonra hələ buradan çıxaq, sonra baxarıq. İlk növbədə hədəfimiz buradan çıxmaqdır. Mən indi metro 9. Metro 9 gedək görək. Tabaq gedək də. Metrodan başqası yalandaş. Gör mən metroya minə biləcəm. Çünki şeydə nədir onun adı? Kunmingdə metroya minəndə bu Alipay biraz şey eləmişdi. Görək burada. Buradan qəribə iyi gəlir. Qəribə iyi gəlir. Yazır ki, Visa, Mastercard-la ödəniş eləmək olur birbaşa. Birbaşa ödəniş eləmək olursa eləyək də. Bizə nə mane olur ki? Olmur axı. Olmur əzim. Bu bilet satır mənə 7 yuana. 7 yuana bilet satır mənə. 7 yuan. No. This is single. Yes? Single. Okay. Bir dənə tək səfəri, bir dənə single journey. Bu üstünə yazılır. 7 yuan. Yuan ölsün. Yuan ölsün, getdik. 7 yuan. Amma yəni, bu girişan hardan buran düşür? Alipay'da normalda yəni bu şeylərdə ödəniş eləmək olur. Girirsən içərisindən şey eləyirsən, seçirsən. Belə deyim. QR kod yaradırsan. Amma məndə nömrə istəyir. Çin nömrəsi. Məndə esim deyə alım. Nəysə, 7 yuan. İnanmıram, ciddi bir fərq eləsin. Uzağı yəni 4-5 yuan eləyəcək də başqa cür. Çünki məsafə donsuz çox uzundur. Aha, biz hara yeri indi? Yəqin ki, bura yerdir. Bu istiqamətə gedir yəqin ki. Kaolu direksiyona buradan. Buradan yerir. Amma yer verindən olar, mən oturum, nə olar. Son anda çatdırım ki. Ayqa, mənə yer verin, oturum, nə olar. Qoca kişiyəm. Mənə... Kimsə mənə qoyluyur. Çox yüksək səslə danışırlar. Adam qorxur, qorxur adam. Çox yüksək səslə danışırlar. Hər an elə bilsən, bəzi kimsə səni qoyluyur. Bizim yolumuz uzundur. 1 saat belə metro ilə yol gedir. Haydi. Çıx.
saat yolumuz var. Buradan düşdüm. Century Avenue. Buradan liniyanı dəyişməliyəm. Keçməliyəm o bir xəttə. Aya, bura düşməyə eskalator qoymayın, qalxmağa eskalator qoyun. Keçək o birisi liniyaya gedək qalacağımız yerə. Ha, ikinci. Buradan. Budur da yəqin ki də. Yox, qardaş. Budur da yəqin ki. Mən gedəcəm. Nanjing. Ha, ora. Budur. İşte metrolar var ya. Maraqlı və səlqəli metrolar var. Bundan ümumiyyətlə, yəni təcili olaraq məncə bütün metrolarda qoyulmalıdır. Yəni Bakıda da bundan olmalıdır məncə deyə düşünürəm. Yəni çünki çox önəmli bir şeydir bu. Yəni çünki metroya nə qədər bizdə adam düşür ha. Çox adam yıxılır ha metronun içinə. Yəni bu artıq bunu bir dayandırmaq üçün belə bir şey qoyulmalıdır mütləq şəkildə. Başqa variant yoxdur. 世纪大道到来，可换乘4号线。 Hədə də düşdənə də nazlanır, düşdənə də böyle. Sumkanı çıxartmayayım. Uzaqda dayanım çünki tez düşəcəm. Çıxdı. Heç çıxır. Çində həqiqətən kimsə qışqır. Elə bilirəm bəs ki məni danlayırlar. Deyirlər çıx get bu ölkədən. Yəni çox belə ani reaksiya verirlər hər şeyə. Elə qışqırıqsa deyirəm, elə bilirəm bəs ki məni şeylər ki, get bu ölkədən, çıx get, qalma, istəmirik səni bu ölkədən. Hə, tulluyuruq bunu, hə, atırıq bura. Tamam, okey, hə. Mənə üçüncü çıxış lazımdır, bax, mənə üçüncü çıxışa getməliyəm mən. İşte bu. Deyərsiniz ki, heç nə, bu, getdik. Bunlara dediyim kimi, yəni, burada Google Maps falan işləmir. Yəni, bundan əvvəlki Çin videolarına baxanlar bilirlər. Bir daha təkrar edeyim, bilməyənlər üçün. Burada Google Maps-dir, nə bilim, Google proqram, digər Google proqramlar falan işləmir. Yəni, VPN yükləsəniz, yenə də Google Maps-in bir özəlliyi yoxdur. Yəni, heç bir şeyi düzgün göstərmir. Yəni, nə yol göstərir, nə iz göstərir, heç bir şey yoxdur. Bura üçün ən salamat proqram xəritə üçün A-Map-dir. A-Map. A-Map-i yükləyirsən, ondan daha şey olur. Düz, yəni Google Map-in yenə də effektini verdim, amma yenə də belə iş görür biraz. Və bu da Şanxay. Bu da Şanxay. Şanxayın belə ən belə mərkəzi yerində qalıram. Ən mərkəzi yerində Apple, Samsung falan, yəni ən mərkəzi yerində qalıram. Yəni bundan o tərəfə yer yoxdur. Amma hosteldə qalıram. Mərkəz olsun, hostel olsun, bizim olsun. Yəni valla. Tak, bizim hostellarda da hostel. Bizim hostel arxadadır. Ay, nədir burada keçməyin bu? Buranı qadağan eləyəcəm bunları. Bir neçə gün hələ buradayım. Bu yola bir nəzarət gətirəcəm mən. Gətirəcəm bu yola bir nəzarət. Burada fikir verirəm, çox belə yəsixanadır bura. Bura çox yəsixana olubdur. Bura mən nəzarət eləyəcəm. Hə, bala, bu dövlət sizə nəyə baxır, nə maaş alırsınız burada? Ged orada o yola bax. Bura bir nəzarət mexanizmi gətirəcəm. Ay, niyə yanmırsan? Ay, Sonya'da oldu. Keçdik. Gedə mən yemək yerlərində met qalayım. Sonra gəlib çünki burada yemək falan yeyəm. Acından ölürəm. Təsəvvürəm mən axırı. Buna bax, mən gör orada qalıram ha. Çox bomba yerdə qalmıram qardaş. Biz bu Şanxay onun yanında qalıram. Oy. Travmaydı bu, tramvay. Travması olan adama travmay deyirlər, amma belə nəqliyyatda Doğrudan, mən bilmirəm, heç bunun yanında qalıram belə. Oy, həyəcanlandım hə.
Şey de bu telegülləsi, bunun Şanxayın telegülləsi. Buranı göstərir. Amma mən burada adamın Çində heç sevmirəm bu şeyləri. Nə bilim indi bu hansıdır. Çində bu otel hostel işlərini heç sevmirəm də. Nə bilim nə hara çıxır. Tapdım abi de burada. Şanxay 6-cı mərtəbə. Bir başı biləməz. Hello. Yes, I have booked reservation. Dört gecə ilə belə bir şey tutmuşam buranın. O ne şey? Bu Bursa. Çox bomba yerdə qalmaya. Çox şey yer tutdum. Buranın gecəsi cəmi neçədir? 8 dollar, 9 dollardır öyle. Mənzərəsinə var buranın. Yağış sadiyalanda da ayrı geçen olacaq. Qız soruşur bəs vizananı falan. Belə otellərdə normaldır, yəni otellərdə hostellər dirəşirlər ki, vizananı. Çünki başıma gəlibdir, yəni vizasız ölkələrə getsəm belə deyir, elə bilirlər bəlkə viza ilə sənin pasportun. Deyirəm, biz Çinə vizasızıq qadam. Bax oradan sistemlə belə rahat-rahat da, bax orada sistemlə bizə bulan bir sistemimiz adı yoxdur, amma yenə də deyirəm, Çinə vizası. Bax, axtarır, qız axtarır, görün bunlar da oradan Çinə vizasızdır. Amma vizasızdır. Azərbaycan Çinə vizası gələ bilər. My passport? Yes, and this is your room card. Yes. 621. 621, okay. Yeah, yes. Bed number is 5. Okay. Okay. And this is your bed sheet. Özüm salacağım bunlar. Okay, thank you. Your room book. Okay, thank you. Onsuz da mən utam. Nə deyir bu? 621. Ay nə böyük də bura. Oy, kardeş, çox böyük də bura. İndiyə qədər qaldığım ən böyük hostel. Canım üçün indiyə qədər qaldığım ən böyük hostel ola bilər. Çox böyük də kardeş. 621 bura. Dur kaç. Ha. Böyle. Aha, açıldı. Böyle. Boş. Devam. Devam. Okey. Devam ederiz. Neyse. Çıxaq gedək. Bir oğlan vardı, yanımıza gəlir. Şeydə görüşmüşdük. Bu Malazya'da görüşmüşdük. Kuala Lumpur'u, Langkawi'ni gəzmişdik. Gelirəm, təzədən onunla görüşdük. Yanımıza gəlir, orada demişdim, o Şanxay'da oxuyur. Şanxay burada haradır, burada Şanxay'dır da. Gedirəm indi o oğlanla görüşməyə. Amillə. İndi oradadır, gəlir. Heç bir şəkildə görüşmək istəmirəm amma yəni. De gəlir. Heç bir şəkildə görüm. Can, ölərəm elə, can. Can, ölərəm elə. Necəsən, nə var, nə yox? Yaxşı. Necəsən? İsmail orada mən şey eləm sənə. Nə? Orada. Ay yox ya. Özün bilsən ki, yəni sənin barəndə həmişə mən yüksək düşüncələr olmuş. Bəli. Amil Şanxay'da oxuyur. Bu gözəl şəhərdə oxuyur. Amil necə şəhərdir Şanxay? Sənin gəlişindən daha gözəl oldu. Ay can. Nələr, sənin dilin nələr deyir, sənin dilin nələr? Nətər bəyəndin şəhərimizi? Mənim üçün çöldə bayır kimi. Bəli. Nətər yazıyor? Heç nə, şükür, salamatçılıq. Bu Amildir. Tanış ol, Amil. Şanxay'da oxuyur. Bullying elədiyin abi. Bəli. Bunun yəni videosundan neydi ona? Haraydı? Langkawi videosunda biraz xoş gəlməz hadisələr olmuşdu ya onu deyir. Həsrətimə dözmür, gəldim bura gördüm. Vallahi. 来望个美女了，这是欧洲人，这是欧洲人。 Burada Russansa, sarısansa, Şoda jackpot. Bütün Çinlilər, bütün hamısı. Amil mənə nə təklif edir? Amil deyir ki, Bəli. telefon versən, oğru şeysən hə. Amil mənə təklif edir ki, bəs şeydir belə gedək. Gedək tamam, hara istəsən gedək. Sən bax pis
pis yola gedir. Amil mənə deyir ki, Şanxayda sənə iş doludur. Bəs saatına nə qədər? 2000 yuan. Mən deyirəm o yuan olsun. Ha, yuan olsun. 2000 yuan, 2000 yuan 500 manat eləyir. Nə işi? Model edəsən. Modellik mənə o modelliyi çox təklif edir. İstəmirəm model olmaq. Ha, yox. Bu çox şeydir, çox bilir. Yox, o da öyle yani, hə. Amma modellik mənə çox təklif edirlər. İstəmirəm. Açıq deyirəm. Yəni çox təklif var. Yəni gəl bu nə model olursan, yəni alt tarzda deyil də inşallah. Yox, adi, nə bilim, short videoları zada çəkirlər, o nəzə şeylər çıxır. Nə? Məhsullar. Short filmlər çıxır, onlara zada sonra məhsul olur. Mən qardaş 2000 yuanı sən nələr eləyərəm? Haqqa verərəm özümə. Desinlər müasir şeylər. Lava boyda. 2000 yuanı mən haqqa verərəm. Yəni bura bu arada Amil sən bir də xəttə qal. Bura Şanxaydır. Bu Şanxayın belə bizim telegülləsidir. Neçə metrdir Şamil bu Şanxayın telegülləsi? Telegülləsi onun yalancı olaraq. Bu neçədir metrdir? O 828 olmalı. 828 isə bu onda bir ya o ondan balacadır. Prosta indi o daha yaxın. Bilirəm də. 828 oldusa buna da bir 400 deyək. 400 olmaz ha bu. Çoxdur. Baxın. Ha bu çoxdur. Bax elə eləyək ki, güya ki bilirdik. Onun şey mən montajda keçəcəm. Oriental. Bax elə eləyək ki. Over. Bax onu mən montajda keçəcəm elə bilsinlər bəs gəlir. Şanxaydakı bu Oriental Pearl Tower neçə metrdir? Bəli, bu gördüyünüz ilk səfərdir də, yəni Oriental bu şey 468 olmaz axı bu. Elədir. Çox uzundur axı bu. Yuxarıdan baxmışam elədir. Yox, o bundan hündürdür. İndi gedərik onun altına da. Getməliyik, niyə deyirik ki, sən mənlə vaxt keçirmək istəyirsən qardaş? Yox. Sən şeylə görüşdə çıx. Şeylə bizlə vaxt keçirmək istəyir. Görüşdə çıx deyə, yəni belə çox səmimiyyət olmaz. Hə. Bu 468 o neçədir? 828. 820. O indi bu Çinin ən hündürüdür, düzdürmü? Ən hündürdür və ən hündürdə qalacaq. Amma yəni bizim güllə bunu döyər. Bizim telegüllər. Hə. Bunun üstündə restoran var. Var. Onda bu bizim gülləni döyər. Çünki gülləni güllə eləyən şey o restoran. Şey görmüsən bu? 460-da 632-dir. Deyirəm də ki, o 800 neçə olmaz. 600 bəli. Ondan hündür olacaq. Fakt deyim. Hə. Dünyanın ən böyük observation deski. Hə, nə observation desk ki, o 600. O görəsən Çində 800 metr. O 600 oldu, 600. O Çinin ən hündürüdür. Bəli, ən hündürdə qalacaq. Qalmayacaq. 800 metr deyil ən hündür şey. Yo, budur. Ən hündürdür. Mən prosta 600-800 qarışdırdım. Ona görə elə anlaşılmazdır. Nəysə Ahmet, sağ ol, get. Danışarıq da yaxşı, davay. Bəli. Özünə müayət ol. Gəl tərəfinə. Nətər adam da olar? Doğrudan amma çox belə şey millət var. Yəni videodan əvvəl dedim, bayaq da indi Amil dedi. Çox belə deyim, belə çox millətli bir yerdir Şanxay. Və Çinin yadımdan çıxdı nə deyəcək. Yunan'a getdik. Məncə buranın şəhidlər xiyabanıdır. Bəli. Əbədi məişət. Əbədi məişət yanmır axı. Yox da, yəni bizim əbədi məişət bunlarda. Bizdə amma yanır. Gecə bu bilsən nə olur? Qıpqırmızı. Ay, mən yemək. Amil, alacam yemək. Alacam. Amil, bilsən necə bir yerə apar məni? Çox belə bilsən necə ifrat ucuz yerə. Amil, elə bir yer olsun ki, yəni yəsi desin ki, bağlayırıq buranı. Əlimizdə şey qalıbdı, yemək qalıbdı. Onu veririk. Elə ucuz yerə. Mənim mədən bahalı yemək götürmür. Əqrəb yemək istəyirəm. Hə? Əqrəb. Ay, mən o qədər əqrəb yemişəm ki, mən deyirsən sən. Orada neçə idi əqrəb? Yox, Taylandda baha idi, burada ucuzdur. Burada 50 yuan. 50 yuan? Ay, onda Taylandda daha ucuzdur. Burada 50 yuan. yəni şeydə burada olar. Bura çünki bahalı şəhərdir, həqiqətən. Şey çox bahalıymış. Nədir onun adı? Bu Şanxay çox bahalıymış. Şanxay çox bahalıdır. Даже bu hissəsi vəhşi bahalıdır. Mən təzə gələndə Vəbşə yox, ümumiyyətlə bahalıdır. Təzə gələndə çıxdıq şəhərə, gəzirik. Nəsə 2-3 dənə Çinli qabağımızda söhbət edirik. Sağ ol. Vay, nə onu aşqırmaqdır. Belə bəs şeydir. Şanxay necədir, xoşunuza gəldi? Dedim, ucuz Bakıya baxıb. Bizim şeyə baxanda çox ucuzdur.
Bax düzmə belə ki, Şanxay ucuzdur. Şanxay Çinin ən bahalı şəhəridir. Uf, nə deyib? Onda da var ha, onu da. O da qəşəng deyib ha. Neyse. Amma yəni belə deyim, mən çox belə şəhərlər sevmirəm, belə megapolis şəhərlər sevmirəm də. Amma Şanxay yəni mən daha belə çox belə nə deyim, ekstrem megapolis gözləyirdi. Belə bir yer deyil. Yəni kifayət qədər yaşıllığı çox olan bir yer, çox yaşlı. Və sənə bir söz deyim, Ətrafı da yaşıl. biz Kuala-Lumpurda gördüyümdə nə qədər Mırsa gördük də. Mırsa yox, Kırsa görür. Kırsa, Siçan və s. Aha, Sıçovul, Kırsa deyil, Elə Sıçovul. bir şey yoxdur bax. Zibil qabı çox azdır şəhərdə. Hə. Amma şəhər çox təmizdir. Bütün gün işləyirlər. Yəni zibili bura 10 dəqiqə sonra gəl yoxdur. Fikir ver təmizliyə. Deyirəm də özün Şanxayın meri kimi aparır yəni. Özün konkret Şanxayın meri kimi aparır. Bizim şəhərimizdə bütün növ şeylər, işlər görülür. Hər iş biz şəhərimizi təmiz saxlayırıq falan. Nə bilim ha. Ən nifrət elədiyim şeylərdən də. Yəni gedirsən hansısa şəhərə Amel, bir dənə qulaq as Amel. Bax gedirəm tutaq hansısa şəhərə, orada bir Azərbaycanlı yaşayır. Düzdürmü? Gedirəm həmin Azərbaycanda başlayır. Bu şəhər belə gözəldir, belə qəşəngdir. Ay sən bilmirsən, bizim şəhərimiz falan. Bizim şəhərimiz olur ki birdən-birə. Ay sən ki, sən qardaş sən kənddə böyüməmisən, ki Azərbaycanda kənddə böyümüsən. Nə ara sənin Şanxay sənin şəhərin? Sən haralıydın Amil? Şamaxı. Şamaxılı. Sən Şamaxıda böyümüş adam. Yox, Şamaxıda böyümüşəm. Harda böyümüsən? Bakıda böyümüşəm. Bakının hansı kəndə böyümüsən? Yasama. Yer getsən Yasamalıya oxşamırsan. Vallahi Yasamalıda böyümüşəm. Nəysə. Hə, birdən-birə deyir ki, Şanxay bizim şəhər. Yer gedə ki, Şanxay sənin hardan şəhərin olduğu. Bax buranı görsən. Aha. Təriflə. Təriflə Amil. Hamısı bunlar Aha. Avropadan qalmış şeylərdir. Bəli, bəli. Bura Britaniyada, Britaniya, bəli, Britaniya, Fransa zaten. Fransa, Fransa. Və şey deyim ona, buna konkret buraların tarixindən da. Makao haram müstəmləkəsi olubdu? Portuqaliya. Oba. Makao'da olmuş özü. Makao'da yox. Mən olmuşam. Hong Kong haram müstəmləkəsi olub? Hong Kong. Hong Kong. Britaniya. Ay sənin nə bomba pis trisepslərin var o. İdman eləmişəm mən. Sonra deyirəm da bomba. Sonra toxunuram belə, toxunduqsa belə şey olur, belə qəribə olur. O idmanın da verdiyi şey var da. Özgüvən var. Özgüvən var, ona görə Şanxay bizimdir deyirəm. Mən buralara bir şey eləyəcəm, əndam çəkəcəm. Burada küçələrdə bu qardaşlar yaxşı nəzarət eləmirlər. Hə, keçən. Buranı mən bağlayacağam bu küçədə bu şeyə, piyadlı şey, maşınlara. Aha, nə satırdı o? Spiyə saat satır. Sən nə dedin? Mən dedim varım. Oy, sən çox Çin dillisən. Görürsən, Çinlilərlə necə anlaşır. Çində yaşayan Amil, çox qəşəng saçın var Amil. Həqiqi. Hə. Çox qəşəng idman edirsən son dövrdə. Son dövr. Mən mağazanın qaydandan dayanmamışam. Burnun da çox bomba. Həqiqi. Hə. Kəmərli falan. Amma ya həqiqətən çox belə o bilsəniz elə bir o qədimiliklə o yenilik tam birləşib də. Yəni bu qədər bəlkə də ya, o tarixlə belə yeniliyin içi olan tək şəhərlərdən birisidir yəni Şanxay. Amma bu arada keçən bir videoda mənə demişdilər ki, şey, inciyəcəksən falan. İncimirsən bu zarafatlarından? Doğrudan. Depressiyaya düşdüm, ağladım elədim. Doğrudan incidin? Hə, nə incməsən? Deyirəm də, onda o şey yoxdur. İnciməz. Yeni deyil. Mənə qızlar yaxınlaşır normalda. Amilə də. Ayaqdan Amilə deyirəm ki, Amilin WhatsApp-ı ver mənə. Hər postayım. Amil, Ahmet bak düşme. Ahmet de ayağın zaten sığalıyor. Tuttu bastı WhatsApp'ını istedi. Ahmet bak geldim gözümle gördüm. Ahmet yani Allah bilmem olmayanı neler ediyor. Baxdan mən tapırım. Neyse Ahmet. Zarvas mənə ancaq nəysə. Dayı, sağ ol dayı. Sağ ol. Kaç. Yani hakikaten maraqlı şəhərdir. Hələ tarixi hissəsini görməmişik ha.
Görərik inşallah. Onu onsuz da o biri video salacağam. Bu olsun mənim Şanxaya gəliş videom Bəli. və Şanxayda səndən görüş videom. Bəli. Çox da videomu uzatmayayım. Belə. Getdik. Sağollaşıram. Yeni şəhərlərdə, yeni ölkələrdə yeni videolar görüşmək ümidi ilə. Sağ olun.